Bəli, xüsusi buraxılışımız davam edir. Az öncə izlədiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 80-ci sessiyasında mühüm mesajlar verdi çıxışı zamanı. Biz də elə bu məsələləri müzakirə edəcəyik. Dövlət başçısı çox mühüm mövzulara toxundu. Beləliklə qonağımız millət vəkili Azay Quliyevdir. Salam Azay müəllim, xoş gördük sizi. Salam Simnəli xanım, xoş gördük. Xoş gəlmisiniz bir daha. Azay müəllim, az öncə dinlədiyimiz kimi prezident orada bir çox məsələlərə toxundu. Ümumiyyətlə, toxunduğu məsələlər çox şaxəli idi. Amma mən istəyərdim öncə Azərbaycandan başlayaq. Uzun illər işğala məruz qalan bir ölkə necə oldu? İllər sonra qalib bir ölkəyə çevrildi. Çox sağ olun Simnəli xanım. Əgər etiraz etmişsinizsə, mən bu suala cavab verməmişdən qabaq Cənab Prezidentin ümumiyyətlə BMT-dəki çıxışının, iştirakının ümumi cəhətlərini, xüsusi əhəmiyyətini qeyd etmək istərdim. Bizim yəqin tamaşaçılarımız da yaxşı xatırlayır ki, Cənab Prezident müharibədən sonra, yəni Vətən müharibəsindən sonra, Azərbaycanın suverenliyini təmin etdikdən sonra ilk dəfə idi ki, canlı şəkildə BMT tribunasından çıxış edirdi. Əgər xatırlayırsınızsa, 2021-ci ildə bir dəfə video formatda çıxış etmişdi. Onda bizim qələbəmizi orada elan eləmişdik. Sual olunur, necə olur ki, məhz Cənab Prezident bu 5 il müddətini gözlədi və şəxsən məhz BMT-nin tribunasına çıxmadı və Azərbaycanın məhz BMT-dən dünya ictimaiyyətinə yenidən təqdim etmədi. Və bu dövrlərdə məhz prezidentimizi Xarici İşlər Naziri əvəz etdi. Burada bir məntiq var. Bu məntiq nədən var? Cənab Prezidentin həmişə başladığı bir işi sona qədər, bütün parametrlərini sona qədər başa çatdırdıqdan sonra onu həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətinə çatdırmaq missiyasından, siyasətindən, istəyindən xəbər verir. Və təsəvvür edin ki, biz 2022-ci ildə müharibəni qazandıq, 2023-cü ildə biz separatizmə son qoyduq, ərazi bütövlüyümüzə yanaşı suverenimizi bərpa etdik, Rus sülh məramlarını ölkəmizdən çıxartdıq və nəhayət Azərbaycanın müharibədə əldə etdiyi, döyüş meydanında əldə etdiyi tarixi qələbəni diplomatiya meydanında rəsmən təsdiq etdikdən sonra, yəni avqustun 8-də Vaşinqton zirvəsindən sonra, orada 3 tərəfli memorandumun imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin və iki tərəfli dövlətlərarası münasibətlərin tənzimlənməsi haqqında sazişin paraflanmasından sonra, başqa sözlə bir daha deyirəm, bizim o qələbəmizin dünya ictimaiyyəti tərəfindən təsdiq olunmasından, qəbul olunmasından sonra məhz çıxdı BMT tribunasına və Azərbaycanın əldə etdiyi o tarixi qələbəni dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycan yeni formatda, Azərbaycanın yeni bir ölkə olaraq, Azərbaycanı artıq qlobal deyil, beynəlxalq oyunçu kimi dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycanın bir nümunə olaraq, necə beynəlxalq bir çıxışda da qeyd etdiyi Cənab Prezident, necə beynəlxalq hüququn təntənəsini həyata keçirmək mümkündür. Necə baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vardı, onda icra olunmadı. Minsk qrupu kimi bir yaratılmaz bir beynəlxalq mexanizm heç nəyə yaramadı. Amma buna baxmayaraq, Azərbaycan milli iradəyə söykənərək, beynəlxalq hüquqa inanaraq, Azərbaycan liderinin bütövlüyünə, birliyinə, xalqın necə deyərlər, siyasi iradəsinə güvənərək, necə beynəlxalq hüquq normalarını bərpa etdi, Azərbaycan ərazi bütövlüyünün suverenliyini bərqərar etdi. Yəni, bunun siyasi anlamı bundan ibarət idi və həm də bu bir mesaj idi ki, başqa ölkələr üçün, hansı ki, bugün ərazi bütövlüyü pozulubdur, işğala məruz qalıbdır, beynəlxalq hüquq işləmir, müxtəlif, necə deyərlər, pozuntularla üzləşibdir, onlara da bir örnək olaraq, misal olaraq göstərdi ki, Azərbaycan bunu qazandı. Siz indi sual versiniz, necə oldu biz bu yola gəldik? Bəli, indi mən sizin bu sonuncu cümlədən sizin sualınızın cavabına keçmək istəyirəm. Azərbaycan bunun bir neçə vasitələrini əldə etdi. Birinci, güclü lider faktoru, güclü başkomandan, ailə başkomandan, Ulu Öndər tərəfindən qoyulmuş, Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin məhz İlham Əliyev tərəfindən yeni reallıqlara uyğun olaraq daha da zənginləşdirilməsi, yeni çaralarla əhatə olunması nəticəsində Azərbaycan güclü orduya, güclü iqtisadiyyata, güclü iqtidar və xalq birliyinə nail oldu. Siyasi birlik olmasaydı, güclü, necə deyərlər, vətəndaş həmrəyliyi olmasaydı, xalqın gücü
və xalqın dəstəyi olmasaydı təbii ki, bu uğurlar əldə ola bilməzdi. Cənab Prezidentin apardığı prinsipal, qətiyyətli, qərarlı siyasət olmasaydı, Cənab Prezidentin həm döyüş meydanında, həm diplomatiya meydanında əldə etdiyi uğurlar və göstərdiyi performans və məharət olmasaydı, bu bizi uğura nail ola bilməzdi. Ona görə də məhz bu keçilən yol, təbii ki, biz bunu müxtəlif mərhələlərə bölə bilərik. İndi vaxtımız yoxdur, biz çox danışmışıq o haqda. Amma sonuncu bu 5 ilin biz statistikasına baxsaq, görün Azərbaycan nə qədər səbirlə, nə qədər ardıcıl və ən vacibi qətiyyətli şəkildə məhz Azərbaycanın bugünkü günə gəlməsinə nail oldu və bugün BMT-nin tribunasında, dünyanın ən böyük ailə nüfuzlu tribunası, bunun o tərəfə tribuna yoxdur. Bəs bu tribunadan dövlət başçısı səviyyəsini çıxış edərək dünyaya bəyan etdi Azərbaycan hansı böyük bir gücə çevrilibdir. Azərbaycan bugün regionda hansı dəyişikliklərə nail olubdur. Azərbaycan yəqin ki, indi vaxtımız olsa danışaraq, bugün iqtisadi sahədə, enerji təhlükəsizliyi sahəsində, bugün qlobal təhlükəsizliyin təmin olmasında Azərbaycan hansı gücə, hansı reallığa, necə dəyərlər çevrilibdir və burada əlbəttə ki, tribunadan, BMT tribunasından açıq şəkildə hiss olunur. Və bütövlükdə mən bir də onu qeyd etmək istəyirəm ki, bunun o qədər böyük siyasi əhəmiyyəti var, bu o qədər zamanlama doğru seçildi. Yenə avqustun 8-dən sonraki o Vaşinqton sammitindən sonra, Vaşinqton zirvə görüşündən sonra əldə olan bütün uğurlar, bayaq dediyim kimi, bütün o missiya tamamlanandan sonra artıq hazır bir şəkildə dünya bəyan etdi ki, Azərbaycan təkcə müharibəni qazanmayıbdır, Azərbaycan təkcə ərazi bütövlüyünü öz gücü ilə bərqərar etməyibdir. Azərbaycan eyni zamanda sülhün də təşəbbüskarıdır və sülhü də bərqərar edir. Cənubi Qafqaza bütövlükdə regionda sülhü və əməkdaşlığı gətirir. Bu isə Azərbaycanın yeni imicdə, yeni formatda dünya təqdim olması baxımından çox önəmlidir. Tamamilə doğrudur. Azay müəllim, prezidentin fikirlərində bir məsələ də var idi ki, qeyd elədi ki, BMT indiyə qədər yəni Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmədi və 30 il həmin o qətnamələr kağız üzərində qaldı. Nəhayət özü tək başına bu qətnamələri icra etdi. Bugün ümumiyyətlə siz bilirsiniz ki, bundan öncəki tədbirlərdə də digər ölkələrin məsələsi müzakirə olundu. Orada Suriyanın məsələsi müzakirə olundu, Rusiya, Ukraynanın məsələsi müzakirə olundu. Ümumiyyətlə bugün BMT-nin belə deyək ki, bu məsələləri aradan qaldırılması üçün ümumiyyətlə bu sülhü təşviq etmək üçün hansı addımlar atmalıdır? Yəni hansı belə deyək, dəyişikliklər etməlidir? Yəni sizin sualınıza elə mən Cənab Prezidentin çıxışında söylədiyi son cümlə ilə cavab vermək istəyirəm. Prezidentimiz nə dedi? Biz elə bir dünya qurmalıyıq ki, burada ikili standartlara yol verilməsin. Burada ədalət, sülh, hər hansı bir selektiv yanaşma olmadan bərqərar olsun. Beynəlxalq hüququn işlədiyi bir dünyanı bir görmək istəyirik. Qlobal düzənin, qlobal təhlükəsizliyin hər hansı bir ölkənin iradəsindən asılı olmayaraq təmin olunmasını görmək istəyirik. Ölkələrin hamısına bərabər yanaşmanın, ölkələrin daxili işlərindən qarışmamaq, ölkələrin siyasi müstəqiliyinə hörmət edilməsi vacibliyi olan bir mühiti bir görmək istəyir. Yəni, bu elə BMT-nin bugün iflasa uğradığı əsas məqamlardan biridir ki, məhz bu kriteriya cavab vermədi. BMT Təhlükəsizlik Şurasının 5 üzvü var, onların hamısı ayrı-ayrı gündəliyi var, ayrı-ayrı maraqları var. Onların şəxsi ölkənin maraqlarından başqa heç hansı bir deməli, BMT nizamnaməsi yaxud da ATƏT-in deyək ki, Helsinki Yekun Aktı və digər beynəlxalq hüquq normaları yaxud da beynəlxalq humanitar qanunların müddəaları düşündürmədi. Təəssüflər olsun ki, BMT bugün bir dişsiz, bir lazımsız bir quruma çevrilibdir. BMT bugün elə bir vəziyyətə gəlib çatıbdır ki, hər hansı bir məsələnin həllində real mexanizm ortaya qoya bilmir. O cümlədən Azərbaycan bunu 30 il yaşadı, bu təcrübəni, acı təcrübəni. 4 qətnamə qəbul edildi və bu qətnamənin qəbulu və onun icrası deməli hüquqi baxımdan deməli, zorunlu idi, məcburi idi. Bundan yerinə yetirilməlidir. Əgər yerinə yetirilmirsə, ikinci bir müddəaya işə düşməli idi. Həmin müddəanı yerinə yetirməyən, BMT qətnaməsi yerinə yetirməyən ölkə cəzalandırılmalı idi. Amma cəzalandırılmadı. Ermənistan hər hansı bir sanksiya tətbiq olunmadı. Və dövlət başçısı da haqlı olaraq qeyd etdi ki, əgər vaxtında sanksiya tətbiq olunsaydı, biz məcbur olmazdıq. Birinci 20 il, 25 il, 30 il gözləməyə. İkinci, biz yenidən bu məsələni öz gücümüzlə müharibə yolunu həll etməyə məcbur olmazdıq. Ona görə də, bəli, bugün BMT-də islahatlar lazımdır. Bizim bundan bağlı dəfələrlə Cənab Prezidentin çağırışları olubdur ki, BMT mütləq şəkildə islahata getməlidir. BMT Təhlükəsizlik Şurasının tərkibi dəyişilməlidir. Orada ümumiyyətlə veto hüququ aradan qaldırılmalıdır. Necə ola bilər ki, bütün dünyanın taleyi bir ölkənin istəyi nasıl olur? Hər hansı bir ölkə ilə bağlı qərarda qəbul edilirsə, yaxud da hər hansı bir məsələ ilə bağlı qərarda qəbul edilirsə, qlobal sülhü və təhlükəsizliyin təmin olunmasından bağlı adımlar atılırsa, bir ölkə onu istəmir, ona veto qoyur. Onun icrasına
olmasına imkan vermir. Ona görə də hazırki bu metodologiya, BMT-nin idarə olunması, BMT-nin prioritetləri, qərar qəbul etmə prosesi, onun yerinə yetirilməsi, icra mexanizmi yenidən işləndirməlidir və əlbəttə ki, bu bugün çox həddən artıq vacib bir məsələdir. Ona görə biz niyə hərdən belə bir pessimist fikirdəyik ki, beynəlxalq hüquq normalı işləmir? Beynəlxalq hüquq normalı əslə baxanda öz-özlüyündə çox gözəl müddəalar var. Orada olan bütün məsələlər düzdür. Bəziləri yenidən baxma, bəziləri reviz etməyə ehtiyac var. Amma bütövlükdə götürəndə beynəlxalq hüquq normalları və humanitar qanunu yerindədir. Sadəcə olaraq onlara əməl etmək istəyən yoxdur. Bu əməl etmək istəyənlər kimdir? Etmək istəməyənlər kimdir? Məhz dediyim kimi bu 5 ölkə ki, hansı ki BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir və onların veto hüququ və digər yanaşmaları məsələni kifayət qədər deməli çətinləşdirir. Ona görə də mən hesab edirəm ki, artıq bununla bağlı ayrı-ayrı dövlətlər də, hətta qlobal güclər də bu haqda danışır. Gec-tez BMT strukturlarında islahatlar aparılmalıdır və yəqin ki, bu belə də olacaq. Aydındır. Azay müəllim, biz Azərbaycana qalib ölkə prizmasından baxanda bugün qlobal təhlükəsizliyə və sabitliyə ölkəmiz necə töhfə verə bilir? Birinci, elə bilirsiniz, Cənubi Qafqaz elə bir bölgədə yerləşir ki, bu ərazi bütövlükdə, bu coğrafiya iki böyük qitəni birləşdirən, Asiyanı, Avropanı birləşdirən bir ərazidə yerləşir. Bugün Cənubi Qafqazda baş verən proseslər təkcə bu coğrafiyada məhdudlaşmır və dediyim kimi böyük arealda, böyük coğrafiyada öz təsirini göstərir. Və bugün Azərbaycan faktiki olaraq Cənubi Qafqazda sülhü, əmin-amanlığı, barışı bərqərar etməklə, bu istiqamətdə əsas aparıcı rolu üzərinə götürməklə qlobal təhlükəsizliyə çox böyük bir töhfə vermiş olur. Və düşünün ki, artıq Cənubi Qafqazda müharibələr yoxdur. Düşünün ki, bu müharibələr olmaması nəticəsində enerji layihələri uğurlu həyata keçirilir. Beynəlxalq tranzit xətləri, indi biz bu qürurla danışdığımız Zəngəzur dəhlizi, yaxud da Trip marşrutu uğurlu həyata keçirir və onun deməli nəticəsində ölkələr faydalanır, iqtisadi əməkdaşlıq güclənir, insanların rifah halı yaxşılaşır, sülh və əmin-amanlıq üçün yeni imkanlar yaranır, humanitar sahədə əlaqədar və əməkdaşlıqlar genişlənir, beynəlxalq arası, deyək ki, sivilizasiya arası dialoq mühiti formalaşır və s. Görün, nə qədər böyük bunun təsiri var. Ona görə Azərbaycan bugün təkcə öz ərazisində deyil, məhz qlobal səviyyədə, qlobal çərçivədə sülhə, əmin-amanlığa, təhlükəsizliyə töhfə verən aparıcı oyunçuya çevrilibdir. Bu da dediyimiz kimi, məhz 2-ci Qarabağ savaşından sonra, Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlardır. Bu ki, Ermənistan artıq öz taleyinə barışıbdır. Ermənistan kapitulyasiya uğradıqdan sonra, Ermənistanın bu son illərdə Azərbaycanın məhz diktəsi ilə iki tərəfli platformada bütün sülh təkliflərini, Azərbaycan sülh təkliflərini qəbul etdikdən sonra, artıq Vaşinqtonda bu sülh sazı paraflandıqdan sonra artıq Ermənistan da artıq pragmatik düşünməyə başlayıbdır, artıq konstruktiv mövqe göstərməyə başlayıbdır ki, bu da əlbəttə ki, regiona və bütövlükdə dünyaya çox böyük bir imkan verir, deməli, əməkdaşlıq üçün yeni imkanlar yaradır. Digər tərəfdən, bayaq çıxışda da biz dinlədik, Cənab Prezident nə dedi? Bugün enerji təhlükəsizliyi çox önəmlidir. Enerji təhlükəsizliyinin, deməli, həyata keçirilməsində Azərbaycan bugün aparıcı və aşağı rola malik bir ölkədir. İndi açıq danışaq, bugün Rusiyanın, deməli, enerji resursları bir hissəsi hələ də Avropaya nəql olunmaqdadır. Avropa bununla, ABŞ bununla çox narahatdır və biz ki, dünən sırağa gün və əvvəlki günlərdə Trump çox sərt bir bəyanat verdi ki, biz artıq Rusiyanın bütün ölkələr qarşı, yəni hansı ki, bugün NATO-nun üzvləridir və digər Avropa İttifaqının üzvləridir, onlar həmin ölkələrin Rusiyanın deməli, neft asılılığından azad olması üçün, enerji təsisatının həyata keçirilməsindən son verməsi üçün müəyyən addımlar atacaq və bu sərt addımlar da gözlənilir. Və burada artıq Azərbaycanın rolu iki qat ortaya çıxır. Bugün Azərbaycan artıq Avropanın qazla təchiz edən, təmin edən çox mühüm bir ölkədir. Və dövlət başda təsəddüfən demədi ki, qaz boru xətti ilə ölkələri qazla təmin edən dünyada birinci ölkəyi, təsəvvür 14 ölkəyə biz bugün qaz deməli ixrac edirik. Və nəticədə nə yaranır? Azərbaycan həm də enerji portföyündə, Azərbaycan həm də enerji təhlükəsinin təminatında aparıcı ölkəyə çevrilir. Və bundan da başqa təmin deməli bərpa olunan enerji ilə bağlı Azərbaycanın çox böyük perspektivləri var və 2030-cu ilə qədər artıq 40% biz enerji ehtiyaclarımızı bərpa olunan enerjidən alacağıq. Və bu bərpa olunan enerjinin deməli təsisatı nəticəsində Azərbaycan deməli təbii qaz və neft resurslarından
istifadəni azaldacaq və əldə etdiyi, yəni qənaət etdiyi həmin o enerji resurslarını Avropa bazarlarına çıxaracaq. Bu gün Suriyanın qazla təchiz olmasında Azərbaycan böyük rol oynayır. Bu təkcə iqtisadi məsələ deyil, bu həm də təhlükəsizlik məsələsidir, həm də bu geosiyasi məsələdir, həm də Azərbaycanın Suriyada möhkəmlənməsi məsələsidir, həm də Azərbaycan-Türkiyə birliyinin qardaşlığının məhz bu istiqamətdə bir daha özünü nümayiş etdirməsi məsələsidir. Ona görə də qlobal təhlükəsizlikdə, iqtisadi əməkdaşlıqları, mən demirəm bu Tramp marşrutunun, Zəngəzur dəhlizinin tam gücünə işə düşməsindən sonra Azərbaycanın rolu, orta dəhlizin rolu daha da artacaqdır. Bu nə deməkdir? Bu artıq bağlantıların əsas deməli yerləşdiyi bölgədə Azərbaycan söz sahibinə çevriləcəkdir. Ona görə də Azərbaycan təbii ki, dünya çapında rolu artır və təsadüfüdür ki, Azərbaycan maraq da artır. Siz baxın, cənab prezidentin keçirdiyi görüşlər, siz indi fikir verin, ayrı ölkənin deməli Azərbaycanla strateji tərəfdaş olması istiqamətində atdığı addımlar, ifadə etdikləri arzu və istəklər, verdiyi bəyanatda, elə təkcə son günlərdə böyük deməli Birləşmiş Krallığın verdiyi bəyanat ki, Azərbaycanla bir strateji tərəfdaş münasibəti qurmaq istəyirik. Necə oldu indiyə qədər belə bir bəyanatda verilmir, amma indi verilir. Səbəb çox sadədir. Ona görə ki, Azərbaycan artıq inkişaf edən, güclənən böyük bir qlobal gücə çevrilməkdədir. Azərbaycan artıq qlobal oyunçuya çevrilibdir. Azərbaycan artıq bütün məsələlər region deməli çərçivəsindən qlobal çərçivəyə, qlobal deməli səviyyəyə çatmaq gücündə olan bir ölkədir. Ona görə də Azərbaycana diqqət də artır, Azərbaycan nüfuzu da artır və əlbəttə ki, biz bununla hamımız qürur duyuruq və Azərbaycan vətəndaşı olmaq bizim üçün bugün iki qat sevinç bəxş edir. Təbii ki, Azam müəllim, ümumiyyətlə buna Azərbaycanın yerləşdiyi coğrafiya səbəb olur ki, ölkələrin marağı artır, yoxsa ümumiyyətlə Azərbaycanın qazandığı qələbədən sonra ölkələrin münasibətləri dəyişdi? Coğrafiya əlbəttə mühüm rol oynayır, amma coğrafiya həm də hər şey demək deyil. O qədər bu cür coğrafi imkanlar olan ölkələr var ki, onlar heç vaxt məhz bu cür Azərbaycan əldə etdiyi imkanlara sahib ola bilmir. Məsələn, təkcə bir misal deyim. Bəzən deyirlər ki, neft, qaz yataqları ölkələr üçün xüsusi bir avantaj deməkdir. Məhz onların məhz bu təbii resurslar üzərində ölkələr daha çox inkişaf edirlər. Bəli, bu həqiqətdir, amma bu heç də hər ölkə bu imkanlardan tam şəkildə istifadə edə bilmir. Bizim üçün elə uzağa getməyək. Qardaş ölkə Türkmənistan bilirsiniz ki, 20 il bundan öncə məhz öz qazını 50 dollara Rusiyaya satırdı. Rusiya həmin qazı 300 dollara başqa ölkələrə satırdı. Yəni, ölkənin suverenliyi müəyyən mənada məhdudlaşmışdı. Yəni, o boyda təbii qazı olan resurslar olan ölkələr var ki, onlar heç bundan tam şəkildə faydalana bilmir. Amma Azərbaycan tam fərqli bir institut yaratdı, tam fərqli bir model yaratdı. Həm özünün coğrafi imkanlarından, həm özünün təbii resurslarından o qədər peşəkar formada, ağıllı şəkildə, o qədər rasional istifadə etdi ki, onu həm də özünün gücünə çevirdi, geosiyasi imkanlarına çevirdi və onun qlobal oyuncuya çevrilməsi üçün əsas faktorlara çevirdi. Əsas məsələ budur. Necə sən siyasət aparırsan, necə sən bu imkanlardan, bu resurslardan istifadə edirsən və Azərbaycan modeli, Azərbaycan nümunəsi bugün doğrudan da mən bunun mübaliğəsi deyirəm, yəni heç bir belə xışırdilməmiş deyirəm. Azərbaycan bugün sözün əsl mənasında dünyaya bir örnək nümunəsi qoydu. Dünyaya bir bu resurslardan necə faydalı şəkildə istifadə etmək nümunəsi qoydu. Azərbaycanın birisi qaz, təbii qaz resursları o qədər çox deyil. Məsələn, Qatarla müqayisədə, İranla yaxud da Türkmənistan. Amma buna baxmayaraq, baxın, Avropanın 14 ölkəsinə bu qısa müddət ərzində bu qədər qaz ixrac etməyə nail oldu və bu qədər şaxələndirilmiş deməli boru xəttlərinin çəkilməsinə nail oldu. Baxın gör nə qədər güclü və ağıllı siyasət həyata keçirilir və təbii ki, indi artıq bu imkanlar ona gətirib çağırıb ki, Türkmənistan qazı da gəlib Azərbaycandan keçəcək. Biz bundan bağlı artıq ümumi fikirlər də var, artıq bundan bağlı müəyyən işlər də həyata keçirilir. O Zəngəzur koridoru vasitəsilə biz bunu sizin efirdə bir dəfə müzakirə etdik. Artıq bu enerji resursları daşınacaq. O fiber optiklə bağlı cənab prezident qeyd etdi. Xəzər dənizinin altından artıq fiber optik layihələr deməli xəttlər çəkilir. Bu nə deməkdir? Bütövlükdə internet deməli axışını, internetin bir qitədən digər ölkəyə keçirilməsi ilə bağlı, o cümlədən Qara dənizin altından bu fibro optikdən çəkilməsindən bağlı Azərbaycan bugün çox mühüm layihə həyata keçirilir. Bu həm də əlbəttə ki, informasiya təhlükəsizliyi baxımından, bütövlükdə qlobal gündəlik formalaşması baxımından Azərbaycana əlavə imkanlar və dividendlər verir. Təbii ki. Bilirsiniz ki, dövlət başçısının toxunduğu məsələlərdən biri də sülhün paraflanması idi, Amerika Birləşmiş Ştatlarından münasibətlər idi. Ümumiyyətlə, sülhün Vaşinqtonda paraflanması
dünyaya hansı mesajı verdi? Çünki siz bilirsiniz ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan sülh əlini uzadanda Ermənistana mane olan ölkələr var idi. Bəli, əlbəttə Azərbaycan müharibədən sonra belə bir jesti etdi, 5 mühüm istiqamətlər üzrə prinsipləri təqdim etdi. Amma həmin vaxtı Ermənistan hələ də müəyyən xülyalar təsirindədir, xülyalarla yaşayırdı. Fransa kimi ölkələr məsələn təsir edir ki, siz bunu qəbul etməyir. Biden administrasiyası ABŞ-da bilirsiniz ki, çox pozucu mövqe tutdu. Amma əlbəttə Azərbaycan bütün bu müqavimətləri qıra-qıra getdi və nəhayətdə ikili platforma, ikili danışıqların nəticəsində bayaq qeyd etdiyimiz kimi biz bu nöqtəyə gəldik, çatdıq. İndi sualınızın cavabına gəlmək istəyirəm. Niyə məhz ABŞ-da bu oldu və niyə məhz ABŞ-Vaşinqton zirvəsi nəticəsində, bu memorandum imzalanması nəticəsində bu qədər deyək ki, ölkələr bura qoşuldu? Birinci səbəb çox aydındır. Bu, ABŞ dünyanın bir nömrəli süper gücüdür. ABŞ dünya siyasətinin formalaşmasına aparıcı rol malikdir. Vaşinqtonda Prezident Trump'ın iştirakı ilə və şahidliyi və şahidlik imzası ilə bu üç tərəfli memorandum imzalanması və sülh sazişinin paraflanması artıq hər şey deməkdir. Bir təsadüfi deyil ki, məhz həmin sülh sazişi paraflanandan sonra Avropa Birliyi, Ərəb ölkələri, ayrı-ayrı dövlətlər, demək olar ki, dünyanın böyük bir əksər ölkələri sülh sazişinin paraflanması və Vaşinqton görüşünün nəticələrini tanıdı və təsdiqlədi və bunu təqdir etdi. Və biz onun üçün deyirik ki, Azərbaycanın qələbəsi məhz Vaşinqtonda diplomatiya meydanında və üç tərəfli xartiyanın, yəni memorandum imzalanması ilə başa çatdı, təsdiq olundu. Bu artıq ABŞ-ın və Azərbaycanın birgə əməkdaşlığı nəticəsidir. Və mən isə bunu bir daha demək istəyirəm ki, əgər Azərbaycan buna razılıq verməsəydi, bu heç vaxt görüş baş tuta bilməzdi və təsadüfi deyil ki, ABŞ prezidenti dəfələrlə Azərbaycan prezidenti Cənab İlham Əliyevi böyük lider adlandırdı. Ona böyük hörmətinin olduğunu, ona yaxın dost hesab etdiyini bildirir. Niyə? Çünki gözəl bilirdi ki, ABŞ prezidenti, əgər Azərbaycan burada bu prosesdə az da olsa etiraz etsə, Azərbaycan buna istəmirsə, bu baş verməyəcək. Azərbaycan niyə istədi? Bu sualı maraqlı. Ona görə ki, Azərbaycan bütün maraqları, bütün istekləri və tələbləri, o cümlə şərtləri təmin olundu. Minsk qrupu ləğv olundu. Zəngəzur dəhlizinin açılmasına bağlı konkret öhdəlik götürüldü. Sülhlə bağlı Azərbaycan o 17 maddədən ibarət sülh sazişinin mətnində Azərbaycan bütün dedikləri öz əksini tapdı. 97-ci düzəlişi də əlavə edə bilərik. Çox önəmli bir məsələdir. Bir də ABŞ-dan danışmışkən, bilirsiniz, Cənab Prezident tribunada, BMT tribunasından çıxış edəndə bir məsələni xüsusilə vurğuladı ki, 9-7-ci düzəlişə edilmiş əlavə, yəni azadlıqda edilmiş 9-7-ci düzəliş Azərbaycan üçün çox böyük bir halsızlıq idi. İndi bu 9-7 düzəlişin icrası dayandırıldı. Trump'ın imzası ilə Cənab Prezident iştirakı ilə belə bir sərəncam verildi. Amma bütövlükdə bu qanun tamamilə ləğv olunmalıdır. Ona görə konqresə müraciət etdi ki, ABŞ konqresi nəhayət yeni yaranmış reallıqları nəzərə alaraq, artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını nəzərə alaraq, Azərbaycanın oynadığı rolu əsas götürərək bu lazımsız, bu bədnam düzəlişi aradan qaldırmalıdır. Azərbaycanın bu sanksiyaları bir dəfəlik qanunverici səviyyəsində ləğv etməlidir. Ona görə də biz ümid edirik ki, bu belə də olacaqdır. Çünki artıq yeni dəyişən dünya düzənində Azərbaycan yaratdığı yeni qlobal reallıqlarda, eyni zamanda regional düzəndə artıq belə bir sanksiyalara yer yoxdur, ehtiyac yoxdur. Bu nəinki ədalətsizlikdir, bu həm də ABŞ-ın əl qolunu bağlayan çox böyük bir lazımsız bir hüquqi aktdır və ümid edirik ki, bu istiqamətdə işlər gedir və nəticə yaxşı olacaq və bilirsiniz ki, biz hal-hazırda strateji əməkdaşlıq haqqında xartiyanın layihəsi üzərində işləyirik. Bundan bağlı işçi qrupu yaradılıbdır və işçi qrupuna 6 ay müddət verilibdir ki, bu məsələləri 3 istiqamət üzrə əməkdaşlıq deməli xaritəsini hazırlasın və strateji tərəfdaşlıq artıq Azərbaycanla ABŞ arasında realdır və strateji tərəfdaşlıq fonunda yəqin ki, ABC konqresi də bu 9-7 düzəlişə yenidən baxmalı olacaq. Təbii ki. Çox sağ olun. Təşəkkür edirəm Azay müəllim, dəyərli fikirləriniz üçün. Sağ olun Cümlə xanım, dəvətiniz üçün. Qeyd edək ki, biz Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 80-ci sessiyasında səsləndirdiyi fikirləri müzakirə etdik. Qonağımız isə millət vəkili Azay Quliyev idi.